o qardaşlar konuşuyor buna da qalan bir dənə də Yalqız Ağac. Hər iki kitab çox möhtəşəm kitabdır. Dünəndən sağ olsun ki, İdrət müəllim mənə çatdırdı və biraz vərəqlədik, baxdıq. İdrət müəllim Rivarik kəndində 1972-ci ildə anadan olub. Elə məktəb illərindən bizim həm yaxın qohumluğumuz var, həm də ki, tanıyırıq bir-birimizin. Məktəb illərindən çox faal idi, yaxşı oxuyurdu və şeirə, sənətə, ədəbiyyata bağlı bir insan idi. Elə buna görə də qısa bir vaxtdan sonra və öz şeirləri imzası ilə mətbuatda artıq biz İdrəti tanımağa başladıq. İdrət müəllim, sizə bu yolda əlbəttə ki, uğurlar arzulayırıq. Bundan sonra biz sizdən daha böyük əsərlər istəyirik, daha böyük həcmli əsərlər istəyirik. İnanırıq ki, siz bugünkü məclisdən ilhamlanaraq daha yaradıcılığınıza daha çox fikir verəcəksiniz. Burada sənət adamları oturublar, ədəbiyyatçılar oturublar. Onlar hamısı öz sözünü deyəcək. Kimin sözü varsa xahişim elə sözlərini desinlər. Bugünkü dövr dünyanın çox keşməkeşli bir dövrüdür. Dünyada hadisələr bir-birini əvəz edir, siyasi proseslərdə, iqtisadi proseslərdə, müəyyən krizislər, dəyişikliklər olur, müharibələr olur. Məsələn, 50 il bundan qabaq ağlımıza yerləşdirə bilmədiyimiz məsələlər bugün dünyada başlayır. Və belə bir çağdaş dünyada hadisələrin tez-tez dəyişdiyi bir vaxtda ədəbiyyatçıların üzərinə çox böyük bir yük düşür. Onlar müasir dövrü olduğu kimi əks etdirməlidirlər və gələcək nəsillərə çatdırmalıdırlar. Məsələn, biz eramızdan qabaq və yaxud da bizim eramızın əvvəllərində yaşamış böyük ədiblərimizi tanıyırıq. Həmin dövrdə şah kim olub, nə bilim, kimin pulu olub, onları tanımır. Və bizə o dövrü ayna kimi gətirən Nizami Gəncəvidir, Füzulidir və böyük sənət adamlar. Bu baxımdan sizin üzərinizə məsuliyyət düşür ki, siz indiki dövrü tam əks elətdirəsiniz. 500 ildən sonra bilsinlər ki, bu dövrdə nə hadisələr baş verir. Və bu məsuliyyətdən irəli gələrək, bu gün mövzu çoxdur, ədəbiyyat üçün mövzu çoxdur. Elə bu siyasi sənədə baş verən hadisələr, elə dövlətlər arasında münasibətlər, elə insanlar arasında münasibətlər və tez bir vaxtda sosial şəbəkələrin insanlara verdiyi tövhələr və insanlığa vurduğu zərbələr, bunlar hamısı ədəbiyyatın mövzularıdır. Mən sizə, hamımıza, bütün ədəbiyyatçılara, çünki onlar, Allahın ilhamı var onlarda, yəni hər adam şeir yaza bilməz. Ola bilər, danışa bilər, söhbət edə bilər, şeir yazmaq üçün xüsusi bir istidad lazımdır. İstidadı da Allahdan gəlir və siz də onu qiymətləndirməlisiniz. Hər birinizə təşəkkür edirəm, belə bir məclisdə iştirak edirsiniz. Və İdrət müəllim, bir daha sizə can sağlığı arzulayıram. Arzum budur ki, kitablarınızın sayı çoxalsın və biz tez-tez yığışar, daha böyük məclislərdə yığışar, sizin təqdimatları keçirək. Mən istərdim sözü İradə xanıma verəm. İradə xanım həm kitabların redaktorudur, həm də nəşr edib. İradə xanımı da siz yaxşı tanıyırsınız. İradə Dodu nəşriyyatının da rəhbəridir və bunların kitabların ərsə gəlməsində böyük xidmətləri olmuş. Şükür nömrəm bəydim qardə, zangım qardə bəy. İdrət, bəstə kitub bə qardə bədə maliyyə məsələlər bə, həm vaxtına bə. Dedim, bəbədə rüji Facebook'da babasından işte şehrinden gim bəbən belə çiç bakmış balada. Bəs şehrin gim bəbən. Odam yani çünkü ki arzuman böyle bu çeki, joko ilham umeda odam навышта, kas şehir навышта zandani. Ama kad ilk esastaki şehir навышта rol навышта, ilk esastaki şehir навышта. Əvvəlki şımarışdan azından yandı, yəni rıvarı bandun zor, mıbravarı da davəm, həmişə çayrıdı botdan ki, tikən şıma burada, Türkiye çünkü rınciyətə, qısqanciyət, yəni çayrıdı botdan elm mədəni mərkəzi, rıvarı duran tikən rus qardım, yəni ki, ilən, anavuştun tikən yolu bundan, iləndir, zındatı çayrıdı, hoşluğumuzdan. Yani Rıvarı'da çağrı arada iler roes, ama babada Doda TV taşardım Kaşya'da
həminə rojla yəqin ki, o kadar tikan nez verəcəm, xada tikan nez bakar və vəcə məna da Hacı aç bunu, hacı bunu. Hə, 5 oldu. Yəni necə? Hacı aç bu yolu, hacı aç. Hə, 5 oldu. Təşəkkür kar dedim. Yəni, çünki izin bu zəhmətim və yəni onun kardı. Amma əsl həqiqəti isə qırdabamın idrati barədə bu tamın, idrati növşəşində. Yo qalanbədastun istəyən, yo kaludamın istəyən, profesorun istəyən, sifriş bu başına şuna vadamı geç-geçi jogo pidəmni buldum. Ancaq yo dali dojneşiyon istəyən ki, əsə az başda arzu rəsəm, idrat başda arzu rəsəm. Ama umri kütübümün və məydun noizinamı Kanada nuamuniyyə və bəzdəki kamillə ilə xıdıb edə. Amma müqardımızla peşə kütübü yəni düz kardı və yəni çap kardı nəşir və bəli, az bana iradə dodu sən redaktordakı nəf sonra kokardı. Ancaq əsərəm oxumdan surunladı bana naşiri məydun adam bu ki. Şimdi əgər bir vaxt çədəcəmbəllik azəsəllik ostorol lankon masal dibədi nəbədən. Əyəbə dali dojnə hadisun vedəm çavun odakıla şımarı var uduşa boli be. Tini təbrik kardam igrət. Şıma xeyizun işte dadan ki qaşmak başıma tərbiyə dua. İşte baba barədə növşdə ba eyo. Vindəm ki işte dada baba paylı yol baş. Albatta qaşanga tərbiyə duacı ki. Ayıtkıla şıma bahandıyım növşdə ki baba bu tabii ki haruş bama gazet da bu ay handedəm. Xuda bə rəhmət vaka ki. Tüm kaştaşışdı zəminədə qaşanga münbətə torpaqda. Deçətinəti umumən ki Facebook'u səhifə qılaba dümo uqardı səhifə diyakardı şehrin umum pegate esa bu aşa çama toluşa zvunada eyan botum ki ve biyaşı pensa biyaşı ama jolun kartı ki səhifin tükə kan bobon yani umumən kardezina hemen Türkiye buna da yalqız ağac bir də o qard bəştat olur. İdrat vətəni haqqında, şəhidin haqqında, mua haqqında, ailə haqqında və qəşəng növşdə, folkloru barədə əlolunuz növşdə və təmsili növşdə, hakasi duabani. Məsələn, amamiyona sinifin adı, eminə sinifin adı Abdullah Şaiqi şeirin ağandımın, çabazım çok asun. Sabindəş ki, İdratı şeirin adı Harvarda okudu, yəni istifadə kardı bəbi. Yəni bu nəzər, yəni az həmən zındacı eminə sevinə, kümünə sinifi kitabın ekspertə ki, müəllifin müdavi karda bin ki, çama jogu anmıştım umuni, mesela sual ba məydun bəbəşə ki, tıbaçı bu çeştanı ben navdanı am kütübü və karda. Jogu problemin hesbin ki, çama anladı anmıştım umuni esnin ki, şuma diyan karda ki, Expo mərkəzədə az ancak da toluşum kütübün bir yaşım. Yani hükümet anısında bunu ruakay ki amaçtan yönüşü budamın. Esa idrati am kütüb maçta ıngla tarihi ki, kütüb şehrin adı Maşıma çama liki bandun barzatiye ki şehrin tabanın ve çama milyonlar sınıfı kitabın. Ancak ayyum məqalun estin ki çok kesin məqalun ancak çama anada şairin anmıştın estin ki çama şehrin ve kamdanova amantali dojnaya qıla konada qılaya. Yani çama xalaba abi ki ay okudu abi. Hemen müəllimin ise daspadas Ərücə Cəlal müəllim zanmışkarda ve çayırdı da ay sərfun ya kalişin muqxaba sayda ki Rada xanım çıxına abi. Hemen ki metodiki kitabını şık baxıdır varudu Qretmandazon Elşadı Sərşev bu məktəbi baxşajda, yəni metodika. Yəni başıma buldum ki, Lade əskər bilədimi zarifat kardı ki, Rızayev Rızan bu mu? Rızayev Rıza Rıvarudujun hemen çeydi mədəsindəm. Seyran bilə, ayan zındam ki, Rıvarudujun çıxına odamen. Yəni şıma xanımın, şıma boylun, dodun. Yani şıman da, şıman diyədə və qeyrət, şıman da vətəni piyi və xanımı çıxına hürmət noy bindim. Az və likdaşiyədə, məsələn, əyyum, yani bu barədə tarif otanım, avun monujundu, bəs qarar olmam ki, onu bakamın, peşə və seyranı xarcım qardı ki, və bəzini ki, amma İbrada kitabı bakamın, qıla sürpriz bakamın bu idrat boyli, aman rozi bima, başıma hamma təşəkkür kardım, amma ilə çama ovan ne, şıma hamma iyi zəhmətun heste və səhbənan, bəsəbədən və ayvot edəm, həmən Rızayevi bu ki, polkovni budan, Vilis Rumavi Rızayevi ki budan, və şu abim ki, əvən iyi bu. Yani Dodo gazeti bardan duydum ben, Lika'da, Çorlu'da, Lankuna'da gazeti duydum, Liki gazetin döpülü buğandım, taksi, Afegat'ta, Çarık, Şıma Handavoda, Şıma Çarık'ta Handavoda gazetin
Çamara Barja Boli, Qədər olsunlar. Rıza Pevlo Kardədə. Yəni, bu barədə ümumi bu bəznim. Ancaq bu andan isə yəni, həm iyi kollektivin, iyi dıqla kitabı, Tuşazıvına da bəktubi Jolbutu məni, redaktor Azim, Agla kitabı Tırkazıvına da Baladim Veşoye, Baladim Veşoye çınazınlar andırma diye Kokovo asılış. Yəni, amma dakası və İvrə, ümumi də çətinətiyyən bu məydunumum vardı. Ancaq şunla idrati ilə xosiyyətiyyən başıma buldum, hər anavuşda da şair ədəzdə, haştamlı bir ki, İqlə Suxani dəqiqli kamun. Bu da bir də xanım qabar jığıbı bu da, ama jığıbı kamun. Yəni, əçək Hezжагы новштажни, они ашер, а да шери жиеда. Эса повторим ки ындыгла китап, аче дыгла зуани, аче чугла ушесте. Китап инсониры бу шаири бу, аношли веюла кыйматна шее. Şehrin adam da seruje ki iyi haftayı avunat ki onun jumba havas vardı. Şumanyan je kalikasmaniyan interneti sayfasından. Çünkü hakasmaniya umi zani azını ki. Ama TikTok'u sayfada kula sayfanın okarda az da Dodo gazeti nomeder. Tamam ama çamam nome, ma az da irada melik vataştanım. Ayo çama anavuştun şairin vottamın ki. İşte Türkiye babin okardan pişip patolojik açın. O adama patoloji oruğundan işte söhbetin ki yandı bıznamın. Ya kalikasından zankardan avuna kütübe kardeşim pede bana idrati ve hovonumun boğunumun este. İdrati en cugla xorçetin etken ben tənqidni etken vayo ay müdafiə kardırım. Yok kali şehrin espin ki az bana doğdu, bana redaktör, bana naşirimi karder nəzim. Avunun ve karda ki maçta çama hiç klasanı da şu. Yani avnıvışta. Üçkuna butane bavuştu. Pramoy novuşta hiç kaçıyan tarsızını. Novuşta sıxani vote, işte sıxani vote zında. Ancak ama ben məsləhətim kardeşlerine şey budan ne bulun, bana lazım ne? Ancak vote der. Kale qeydun estin ki da devleti mesela için ama gələbə Zafer Bayramı idim. Avuşan novuşta, har baradaş novuşta. Esədən bir demek ki ilə çeşəyə də ilə bahandım deyib bəş səpot olur. Fikbada dünya evçil cüre garda, co milletin eşten ın halk boçumarda. Her ilken milletin beşten bese meydun, ınışta düzerroy, fürsede bu çıkarda. Parsada, bindeni bu başlana. İdasta da gamma, idasta da şımşı, ozod babi insun avçangi nıkarda. Dastu beşe meydun, numanda hiç imkan. Millet ki begardı, eki begardı. Yani bu barada ve cangum karda ve şiirin ucnuvuşta. Ancak Türkazıvın adam bir iki tane de Azerbaycan dilimizde diyeyim. Azerbaycan dilinde de niye biz bunu, Azerbaycan dilinde biz niye bunu elədik ki ayrı olsun, karşılıklı olmasın. Çünkü şehirler çok öyle. Şehirler çok idi o sebepten. Orada yazır mesela için biz bildik bizim lirikimizin ezan geldi, payız oldu ilk yazım. Sevgim mənə dönük çıkıp neyleyim? Bu hayatta pozulubdur tarazım. Keder vurup beni yıkır neyleyim? Başka bir yerde ana hakkında yazır ki görürsen ki valideynə böyük hörmət var. Bu insanın kalbinde məhəbbət var. İndi bir zamana deyir ki böyük küçük yeri kalmayıb. Bunu hatta biz avtobuslarda da görürük. Hiç böyüye yer veren yoktur. Yazır ki anam hey qocalır her saat her an. Qocalır anamın güzel görkemi. Üzümde kırışlar görünen zaman kalbim sızıldadı, incitti məni. Yani böyle şeylerine baxsaz ki belki de geleceğde bu barədə mahnılarımız da olacak, bəstələyəcəklər də. Yani ben çok böyük dəyərləndirirəm, bir daha tekrar edirəm. Belki bir hansısa bir nüans. Məndən böyüklər var, məndən yaşlılar var, məndən də dərrakəli, ziyalılarımız var. Nəsə səhvimiz olsa kamil iş Allahındır, bağışlayın. Bu bizim bacardığımızı bilirsiniz ki bir yükün altına girmişəm. Yəni mən ayda bir dəfə qəzeti bıraxıram. Yəni qəzet də 8 səhifəlik qəzetdir. Bunu bəzi işlərini indi internet vasitəsilə arzuma məlum edirik. Sonradan da bunu öz ailəmlə bunun dadını burada Taluşun Sadaqəsinin baş redaktoru da var, Tony jurnalının baş redaktoru köməkçiləri də var. Bunu onlar da belə kənd bəkənd, Astara Lənkəran lirik masallıya kənd bəkənd gedib paylaşırıq ki bizim dilimiz, mədəniyyətimiz yaşasın. Mən bu qədər çox uzatmayayım ki sizə kömək olsun. Mən bura əli boş gəlməmişim bir redaksiya olaraq. Çünki dünənləri mən qoşulmuşam artıq bir həftə olar ki lirikin inkişafına dəstək qrupuna. Bu bir lirikli kimi dağlar qızı olaraq mənə də bir ləzzət
düzdür, biraz gec də olsa Arzuman məni sonradan belə məni qoşub ora. Bir media olaraq bunun xəbərim olmalıdır ki, mən bunu paylaşım. Elə Seyran verməmişdir. Seyran paxıllıq elə deyirsiniz, məni çox istəyir, amma istəmirmiş Seyran məni. Mən belə bir şey deyim ki, bir media olaraq biz gördüyümüz işləri bunu göstərməliyik. Adam var, məsələn üçün İdrət o gün bir üstədə bir nəfərin də təqdimatı oldu, az tanındı. Bax, bugün burada nə şəkil çəkiriksə, bu nozuku yiyəcək, zərəni yiyib gedəcək, heç nə görünməyəcək. Amma sosial şəbəkələrdə, mən saytda paylaşılandan sonra, video görüntülər gedəndən sonra bizim dilimiz, bizim mədəniyyətimiz bu inkişaf olacaq. Mən bura sizə əl boş gəlməmişəm. Bilirsiniz ki, keçən ay, indi dekabr, noyabr yox, oktyabr ayında Dodo qəzetinin, qəzetlər burada var, kimsə indi gəlib götürün 2 ayın qəzetini gətirmişəm. Bunu Arzuman müəllimi öz dəstək xəttimlə və bizim Dodo möhürü ilə hədiyyə eləyirəm. Bu cəmiyyət, bu şəffaflıq, insanlara kömək, insanların əlini tutub qaldırmaq bu cəmiyyətin işidir. Birinci dəfə Məzahir Ağazadə Dəngəsər adlı bir xeyriyyə cəmiyyəti təşkil edildi. O xeyriyyə cəmiyyəti rivayətin təşkilatına nə qədər köməyi oldu. Məsələn, 4 göl, süni göl tikmişik, onların hamısını Məzahir Arzuman köməkli bizə eləyib, bu gölləri dikmişik. Kəndə ümumiyyətlə o abadlıq işləri görməkdə bu cəmiyyətin çox xeyri var. Hələ Gəncəsər cəmiyyətindən danışıram. Sonralar bu Gəncəsər cəmiyyəti neysə öz sonuna yetdi. Ümumiyyətlə onun o ən nişanaları indi də varifdə qalıblar. İndi də biz həmişə ora çatanda o gölləri görürük, o yolları görürük, körpüləri görürük və ilaxır. Bu Arzuman hələ birinci dəfə işə başlayanda, biznesiminə başlayanda öz yoldaşlarının hamısı deyildi ki, dedi, rivayətin çayın üstündə körpü lazımdır. Bunu hökmən tikmək lazımdır. Bütün cəmiyyətin köməyi ilə Arzuman bizim bu balaca bir çayın üstündə böyük bir körpü. Sonra neydi yürüyen yeri düzəltdi. O Arzumanın xidmətidir. Arzumanın xidməti Məzahirin hörmətidir. Rövşənin hörmətidir, Seyranın hörmətidir. Onları hamısı gərək nəzərə alırmış. Böyük tədbir keçdi. İcra başçı gəlmişdi həmin tədbirə. Dedi ki, mən də bundan sonra rivayətin fəxri vətəndaşı olaram. O iş daha da bizi ruhlandırdı. Füzilidir, Məzahir müəllimdən. Məzahir Füzili müəllimi apardı, Məzahir müəllim Gəncəsər qulağına, onun üçün də qoyun kəsdi, izah edərdi. O nə qədər Arzumandır, bu cəmiyyətlə, orada onun üçün qoyun kəsdilər. Başqa yerlərdə demişdi ki, sürfə açmaq istəyirsinizsə, gedin mədəniyyəti rivarlardan öyrənir. Bu, onların hamısı köməklidir. İndi də hörmətli Arzuman müəllim rivarlara dəstək şurası yaradı. Bunun sədri də Arzuman müəllimdir. İndi də mən dünən baxıram internetə, Lazini körpüsünə qədər asfalt özü düzəlir. O körpüyə qədər asfalt düzəlir. Bu çarələrin köməyi ilə, rivarların köməyi ilə o çaydakı körpü də elə bizim rivarında iş adamı düzəldir. Mən o iş adamlara qurban olum, onları həmişə dəstəkləyirəm, həmişə də bir asaqdan kimi qiymət edirəm. Məsəl üçün Nizam böyük bir tədbir yox. Bayaq xanım danışdı, dedi ki, çaylı arasında, rivarlı arasında 5 dəqiqəlik yol var. 5 dəqiqəlik. Gərək andırmadan fırlanardın, gələrdin, 1 saatlıq yolu Nizam Babay onu gətirib 5 dəqiqəyə. 5 dəqiqə gedirsən, 5 dəqiqədə qayıdırsan. O qədər, məsələn, orada xərcdir ki, o. Bizim Əbülqasımda, məsəl üçün, böyük bir məqrəbəti ki, gözəl məqrəbəti ki, gələnlər hamısı buna heyran vardılar. Bu qədər işlər. Məzahir Ağazadə nə qədər işlər gördü kənddə. Şehir Mama məntəqəsini başlayır. Sonra kimi köməyi ilə çatan gibi Məzahirin yanına qaçardı. Məzahir də kömək əlini onlara ucallardı. Belə insanlar
həddindən artıq çoxdur. Mən onlara qurban olum. Mən 85 yaşındayım. İndi də deyirəm ki, mən onlarla nəfəs alıram. Onlarla nəfəs alıram. İstəyirsən Rövşən olsun, Arzuman olsun, Ramil olsun, yaxud Xanamad olsun. Bu satırvarı bizə qonaqlar gəlmişdi, Şamaxılar. Akşam gördülər ki, civarda işıqlar yanır. Dedilər orada, valla billah, şəhərdə bile işıqlar yanmır, civarda bile işıqlar. Bunların polisləri kimdir? Xanamad və Arzuman. Nuri duydum. Ben hemşe buradan şairun, müyen kadar haygi müğenninin, yaracı adamının, ona ama kadı amını tiyebe proje yaratmış kadar. Çünkü benim oldu. Ama sadece ayhandı da bu. Mesela uğraş ömrü, yani neşri beşlerin bir vacı ve mesele ya. Kada hanımı zaten meseleş bu silegi kardeşlerin yani sağlıkçı vaki neşri bu neşri çok şey ki bu çabakalay şairiz ve beşka şiir onunla başladı ve Şah Mirza Tolşap'ın ama uzun müddetçe şiirim ondan da payda kaldı. Lapçe ufuğa da çekilegede kitabımı çap kaldı. Ev cevap ben nuhaşkeni şey bakar rahmetçi ama agada kitap mandı. Tolsi şiirini Tolsi'den navşa şiirini Tolsi almıştı. Yani abi naşir bu. Yani şairin adam plajının naşiri be. Ama müttek dolu ve sağlık ki misafirba kad başıma istadı doğa navuştajın ama o be bu anda bunu ben bana balajın bu anda o kitap şeklinde bunu yani tabii ki takdimatı tahlilini ama başta kitabı varıklamış kaldı iminci bilmem ki ve iddialış alam ama işte bütün iddialar bak şu an balık ne kadar yani İnşafı olmayan şey lazım yani hedef ve hedef çevrilmiş nibe ve uşak edebiyatı da şairin kamil navuştedeni ama ve vacip mesele ve çünkü şirinlik, lezzet başarılı hanım yani ben bu hoş tasirici başlamış kaldı. İnşallah tekrar bağlandım. Ama yo Azerbaycan canında segla şehir olesteğin mesela şu meşa şehri belediye sana. O şehir bana asas verdi ki sen tabiatı çok yaxşı vasf edebilirsin. Yani biz hamımız kendi büyümüşük, hamımız arazilerde büyümüşük. O araziler bizim için doğmadı. Şimdi gelirik, hardan keçmişik, heyvanla, malla, atla, eşeğiyle o yer bize doğma gelir. O yer bazen adam yaşlaşanda gelir onları adım gezmek istiyor. Bu bir tabii ki bir geriye bir dönüştür. Uşaqlığa bir gelip ona bakmak isteyen. Ben o şeyi okudum, gördüm. Tabiatı vasfedenler çoktu da. O kadar tabiatı müsayarlık, güzel vasfeliyor. Ben kadar az vasfeliyor. O da tabiatı vasfeliyorlar ama tezden onların böğründe tabiatı vasfedenmek o kadar asan değil. Ama sen gerçekten çok güzel ben edebiyatçı değilim ama herhalde şair yazır okuyucu için de okuyucunun hoşuna gelirse demeli o neyse nail olabilir, neyse nail olur. Ya öz kendin hakkında yazmışsan çok güzel, çok yaxşı təəssürat. Yani kend hakkında, tabiatın hakkında, öz yerin hakkında ya gerek yazasan ya gerek yazmayasan. Ona yazma kudretin çatanda onda gerek yazasan. Yazma, onu o derecede vasfiyle bilmeyeceksense hele gerek hala sabredesen, gözleyesen ki haçan gelir. Təbrik edirəm. Bəxtiyar Babazadənin mənim üstümdə də haqqı sayı çoxdur. Çünki Bəxtiyar Babazadə mənim haqqımda məqalə yazıb. Yəni 80-ci, 81-ci ildə, 80-ci ildə Azərbaycan jurnalında Bəxtiyar Babazadə ayrıca mənim haqqımda məqalə yazıb və məqaləsində göstərir ki, mənim bir şeirimdən nümunə göstərir. Səttar Bəhlüzadə nağıllı adlı şeirində, o şeirdə Azərbaycan jurnalı çap olunmuşdur. Bəxtiyar müəllim orada misal gətirir ki, Ağa Cəfər Həsənli kimdir? Mən onu tanımıram. Əgər bu şairin bircə bu şeiri də bəs eləyir ki, onun Azərbaycan ədəbiyyatında imzası qalsın. Onun tarixdə imzası qalsın. Sonra deyir ki, SSR Yasir Ətvanı o vaxtlar üzv qəbul edirlər. Çox çətin idi. Azərbaycandan cəmi 300 nəfər orada üzv
deyir, SSR Yazıçılar İttifaqına məhz bu cür istedadları cəlb eləmək lazımdır, qəbul eləmək lazımdır. Ondan sonra bir neçə il sonra mən SSR Yazıçılar İttifaqına məni üzv qəbul elədilər. Sonra Bəxtiyar müəllimlə, ona görə mən Bəxtiyardan danışıram ki, çünki onun tədbirinin təəssüratından gəlir. Sonra bir dəfədən 1981-ci ildə mənim yadımdadır, indi bilmirəm kimsə baxmayıb, teleteatr var idi, indi var. Teleteatrda o devirdə Azərbaycan televiziyası vardı, bir dənə proqram vardı. Yəni Azərbaycanın bir dənə proqramı vardı, Azərbaycan televiziyası birinci proqram. O həmin televiziyada birdən məni çağırdılar ki, sən gəl bura, bəs səni salmışıq, burada çıxış edəcəksən. Ki, mən də təbii ki, getdim. Sonra mənə dedilər ki, şeirlərini də götür. Mən də başqa şeir götürmədim, çünki mən şeirlərimin çoxunu əzbər bilirdim. Və bir dənə Azərbaycan jurnalında mənim şeirlərim çap olunmuşdu. 78-ci ildə jurnal mənim şeirlərimlə açılmışdı. O jurnalı götürdüm özümlə. Sonra dedilər ki, bəs Bəxtiyar o dövrdə senzor var idi də, həqiqətən nəzarət var idi yazı pozuya və çox ciddi surətdə o əsərlərə deyək ki, senzorun gözü ilə baxırdılar. Ki, yəni dövlətin əleyhinə zadla birdən bir söz işlədərsən, eləyərsən falan, ona görə irəlidən baxırdılar. O çox belə, çox diqqətlə baxırdılar. Dedilər ki, şeirlərə Bəxtiyar Vahabzadə baxır. Sən də get, şeirlərin ver ona. Nəsə, mən getdim, gördüm ki, televiziyada Nahid Hacıyev vardı, baş redaktor, ədəbi, dram verilişləri baş redaktoru. Bunun kabinetinə girdim, Bəxtiyar müəllim oturmuşdu Nahidin yerində, Nahid yox idi, rəhmətlik. Bəxtiyar müəllim dedi, buyur. Mən baxdım, gördüm ki, bu Qabil İmamverdi, Qabil şair, məşhur şair. Gördüm, Qabillə mübahisə eləyir. İbrət müəllimi yaradıcılıq olsun, fayarlıq olsun, halında əməli başlı, əsil vurğunu, hansı halını işte, mən yürüyüm, bir gün, verdim qardı. Yəni, hər tərəfi insunu qəzanlımışlar, çox bəvəzi sənətkün bəqeybat qoruyan ki, yəni, Toluşi dövüşdə də, təməl ədəbiyyatda, Toluşi ədəbiyyatda və Toluşin dövüşdəkasında kari şarınızı, təsəvvün, ofəyəmunu bir diqqət vardı lazımdır. Rahim məruzunda, Əllər məruzunda, Məli İrada xalqında, Baladil Beşo, Şahin Həmidli, İlyas müəllimin çavında qılay. Yəni, çavın şeiri halında da, Nurşlayın halında da 5 yıl müddət olan. Söz var da, deməli, əzzon xali arxayı skonumsu, bunun da paylı qarcında, şəxsən bu, məsələn, bir nəfki gəlsəniz, məsəlini tutar ki, Ayhan'dan, Bint'den, Şahid'den, Dükü, İbrətdən, Hısı Cavuşu, istidadısı, xasiyyəti, xarakter, Haylıqarda Cavuslarının, Baladil Beşo, hələ, yəni ki, Tolşa patriot, yəni, Tolşu Zulunda, Tolşu şeirdə. Yəni, yoğu şairin mənə lazım ki, çəmə ədəbiyyat, əsl Tolşu ədəbiyyat inkişaf edər. Az, başqa uğurun ardı qardan, Ovandın ardı qardan, onu Ağla Jurnali redaksiya heyətinin başqa təşəkkür qardan və sağına. Məşhur Toca Kütlovun çəkmir. Aydın çox sağ olunuz. Əslində bu ailə bizim kəndimizin nümunəvi ailələrdən biridir. Bizim cənub zonamızın mental dəyərləri var. Və bu mental dəyərlərə tam riayət edən ailələrdən biridir. Və bu ailə həm hamımız qohumuq kəndə. Mənim üçün bir xoşbəxtlik oldu ki, bu ailədə mənim sinif yoldaşım, bu, yəni ki, İdrətin qardaşı burada olub. Yəni, mən Ramil vasitəsilə daha yaxşı tanışam ki, yəni, ailə dəyərləri nə qədər yüksəkdir. Yəni, burada İdrətin iki qardaşı, Ramil müəllim və Habil müəllim. O kinoda var, Ramil Habil. İştirak ediblər, xahiş edirəm, buyuruz, bir sözləriniz deyək. Siz daha yaxşı edilərsiniz, tənqid edilərsiniz. Bir nəfə də əziz dostlar, mən sizin hamınıza təşəkkür edirəm, ailəmiz adından. Zəhmət çəkibsiniz, yəni az-çox vaxtınızdan sərf edib gəlmişsiniz bizim məclisimizə, bu bizim tədbirimizə. Mən sizə hamınıza minnətdarlığını bildirirəm. Ayrı ayrılıqda hamısının adı çıxmaq istəmirəm. Sizə, qardaşım, bir dənə məsləhətim var bizim kiçik qardaşımız kimi. Bu məclisdə bizim böyük şairimiz iştirak edir Ağacəfər Həsənli.
Yəni o Bəxtiyar Vahabzadə danışdı. Bəxtiyar Vahabzadə həqiqətən böyük şairdir. Yəni Azərbaycan yox, dünya mətbuatında, dünya lirikasında öz yeri olan sənətkardır. Mən sənə arzu edirəm ki, Ağazəfər müəllimin dediklərindən istifadə eləyəsən, yəni o oxumaq, mən də sənə demişəm üç dəfə, yəni o qədər oxumaq lazımdır ki, istedadı qabağa vermək lazımdır. Ağazəfər müəllim dəyərli şairlərimizdən biridir. Yəni onun burada iştirak eləməyi bizim üçün böyük bir fəxarətdir. Yəni sənə arzu edirəm ki, sən də nə vaxtsa Ağazəfərin yerində oturasan, öz gənc şairlərə öz məsləhətini bildirəsən. Yəni o qədər sən bu şairin, mən sizə nümunə gətirirəm də məsəl üçün. Necə o Bəxtiyardan danışır, siz də Ağazəfərdən danışasınız ki, mənə falan vaxtı bu sözü demişdi, mən gəlib bu rütbəyə çatmışım. Mən burada canlı... Biz ondan fəxr etməliyik ki, Ağazəfər müəllimlə bir məclisdəyik. Yəni ki, onun yanında oturmuşuq. Yəni o bizim fəxrimizdir. Nəinki bizim rayonun, bizim respublikanın fəxridir. Yani ya Liko, ya Lankuno, ya Şuna çana tərəfi odanı. O da dərhal fiqurdan da Toluşi. Toluşi izandar. Mənə deyir, başa düşürəm, danışa biləm. Bu yaxşı haldır. Övladlarımız gərək talış dilini bilsin. Mesela bana güzel 2008 Murat'na diyor beşem bok edememiş bir daha. İsterseniz bana kapşayda bir lazım figürünü ve terkib. Yani tabi anca başına ağlın oluşuyor bir taneyim onu. Ağlın azamını ginnek. İşte ağzında da oluşuyor. Sondan Ağzında da oluşuyor. Nağın ansını oturuyor. Oluşun ağlın şimdi sonu bedeni ağlın azamında. Yaxşı. Hatta dünya varlıkları, grupiyatları, biləcək o sıxan mağanları. Tanqabını, əslində özün təmin rəvarı, təkcə ipo rəvarı. Tanqabının 5-ə, onun ise ancaq qavadan. Deməli, kəndə başda şeirun, şeirdən quşlu da bə toluşu. Doğrudan onların gücəni heç vaxtı çək bu ayrılmışdı. Kələm maraqlayan bu çox hadisun. Və həminə çək fikron ku, çək şeirun ku, heç vaxt. Məsələn, son qavaya da iştirak imkarda və hem tamada kimi çıxmış qarda. Bu qədər şinə bədaniyyəti danışır. Bəçəmə rəvarı ləhcət daha uyğundur. Əvə iminci təni təbrizim o qarda. İminci ki bu kadar zahmet iste ben o vesafim ki hem kocam ve miyanın bekarda. Yani daha çok, daha ve çalışmış bir bahan. Mühendis'e etrafına yönetemə var rəğun imkanı koyan istifade bakar. İşte potansiyeli daha ve bakar. İşte nöbeşlerin daha daha değerli bakar, daha ayıktan Jogo ki, bu kino da işte, bu da hamakas boy bahandı. Varı lehçede jogo bakan ki bütün böyle arazi yayılmış bu. Geleceğden ama yola baya kimi her cürbeti destek oldu bazımın ve inşallah bakardı bunun. Ağzılarının sözlükten istifade bakar, daim mütalaya bakar. Mahir mütalaya bakar. Ancak bahar, hamde iminci zirvesini. Hemen Vesav'dan Sıratın Kavga tercih O burada iştirak edən, burada Konuşuyorsun da. Dolaşır. Sadəşsiz kapsınlar. Bunda ama pahalı kapşatınlar. Ay maşallah. İşte o zaman çıkış aldı. Ubamdı. Yok. Ben o adım etsinəm ki, burada bu yığışan, bura gələn, buranın təşkil olmasında kimin şehir bizim milli ve mənəvi dəyərlərimiz gelir. Gerçekten Talış dilində yazılan şehirler bizim Cənub bölgesinin özündə vəsf edən, nümayiş edilen şehirler daha da bizim milli ve mənəvi dəyərlərimizi özündə göstərir. Bunda hem Atam İlək hem de ki burada iştirak edən və iştirak etməkdə digər şahidlərimizin hamısına minnətdarıq ki, bu milli və mənəvi dəyərləri hem qoruyur, inkişaf etdirir və bunların ileri gitmesinde
verirsiniz o həmçinin təşkilatçı doğru nəşriyyata, və həm də ki, digər əməyə keçən bütün insanları burada hamılarını etmək istəyirəm. Teşekkür ederim. Buyurun siz. Salamlamış yukarıda. Şimdi ha yadılar. Yani ki sinifi hamı ağabeyim. Hacı Xıdı başına can sağlıkla. Xıdı yol edildi var burada. Həmişə şu yarıcıyla görüşmüş bu ama. Xalaq alami pençilaşır ilk xalqdır sardı. Çamına görə kəlamdır. Nurbi təmincinə görə kəlamdır. Kəlama yəni sıfan yəni sözü. Çı Peyğəmbəri, çı xalaq alami elçiyə, kəlamın elçi şairi olur. Şair. Yəni əmri iqrət amyazı çı kəlam elçiş. Yəni yu məclisə kifayət qədər şairin iştiraklardan əmri elə ki tənən şər riyadəcək. Təbrik mi kardeşim abi? Ma son dövrede Gresya'da bu tahlilim katı. En son soleci bu müəyyən inkişafından, müəyyən tahlilimdən, elmi ana inkişafka ilk zavun ba deneyim beşəni. Yani toza zavun yaranmıştı, ucu bu bir şey. Ancak ruji dağlar, konzakla zavun gibi bedir. Yani te şuma amruşta zavuni xidmət edəcəm. Yəni ki kəlamı xidmət edəcəm. Ki Allah olan xidmət edəcəm. Ona görə də xüsusən də Toğuşi zavuni ki Türkçe şapkardı. Şuma elə bir ki kəlamı üçün xidmət edir. Allah alam şuna var ka. İnşallah həmişə bu şoyarcına da görüşmüş ama. Ama doğduğum ana nevdəki babası əlbəttə xidmət edəcəm olmalıdır. Ve sağ olun, buluyorum. Allah Allah başına can Sağ olasın. Təbrik edirəm milleti. Uğurlar arzulayıram. Söz ustadları seçilmişlərdir. Elə Allah tərəfindən vəh olmuş elimdir. Bu yolda sana uğurlar arzulayıram. Təbrik edirəm hamısı. Görüşürüz. Yani biz artık hamımız danıştık, bir 3-4 dəfə qalıb hamımız bir də sizdən izləyək. Burada İdrət müəllim 2 gözəl övladı işlətdirir. Və Bazıda işleyen vaxtlarda da kömək edirəm. Kassanın arkasında. yəni sən yazırdın onun üçün. Yani yaradıcılıq fəaliyyətim uşaq vaxtında yəni mən belədəm də atamın yəni hər zaman şeir yazımla məşğulayım. Yəni biz hər anlam verilmirdi o bacarığını, biz yaza bilməyinə qardaşlarım, hərimiz bacarıq var. Yəni şahid olmuşum bu yaradıcılıq fəaliyyətinə. Yəni həmişə də dəstək olmuşuq, artist olmuşuq, o şeirlərin çıxarılması, Yaralı xanımın bir yerdə əziyyət çəkiblər, hamısına kömək olmuşuq, bacarığımız edildi. Hər bir yardım edirdim, biri yazır, biri maddi dəstək verir, biri hər öz çalışır ki, əziyyətini göstərsin, yəni bacarıq, bildirsin ki, yanında etmək. Teşekkür ediyorum, təbrik ediyorum inşallah və inşallah davamlı gələr olur, İnşallah. Dünyada Allah'dan sonra ikinci valideyndir. Çalışın valideynlerinizi hürmeti tutun. Ve hatta səhv de olsa gerek siz onun karşısınız. Teşekkür ederim. Ben hemen salamlamış kaldım. Başta anı çoşuşun dedi. Bir sahibi. Başta Kemal Nasır'da şair geçen 20. şair işte. Şoşman Aslan'ın ne boşlar? Allah. 20. şair işte vallahi. Ama şimdi hamle. Doğru yanmıştık abi. Ve sahibi ve can sahibi de. İnşallah şimdi dumayan bu. Kemal'ın da çiş bu okumak bakalım. Təbrikim Fənikarda arkadaşlar. Bütün həmkarım təbrikim Fənikarda. Başa Həməd can sahibi de. Toğuşun çərəkət və əməşmə kütədəm. Bizdən ki, Həməd müraciət verən bəni. Doğdu sıxanı məsələm hərdə, bizdən nənim o. Əməş məsələdəvim, başıma kumak bakalım. Bu kadar aslında marağı ve marağım bu kadar. Ruhanesti ve bazen o kadar işte arada gideceğim. Şu yukarıda kumak kadar. Ve sağ olun, ben hemen bir tebrikім kadar. Ve sağ olun. Sağ olun. Sağ olun. Bu kitabın bağışçı olmaya da
İrada xanımı zooloji verdilər. Hətta baxdım ki, İdrət bəli Səməd oğlu ayağının nabısına mənə naqdızınları bir macə Facebook sosial şəbəkənin üzərində bu kvadra bola ən yola və həyəcan damına qas, batı paslar qas seyran. Bu sənin dönü sağlıda, günü təbrik yukarıda, batı gələcəkdə yola uğurunun arzulamış qarda. Sağ olun. Teşekkür ederim. Söz demek düşmez ama şairler Allah'a bir kölelik daha yapıyorlar. Onların söz demek kabiliyetleri. Ben hem de hesap ederim ki şairler hem de bir əsgərdirlər. Onlar mümkün vətəni keşirlər tutan adamlardır. Bax bu şalımıza ki, benim azizəm oğlum, ilişirmə yaşmışıq. Burada şairlər, sözlərləri çoxdur, mənə düşməz çox tərəfləmək. Mən ancaq uğurlar arzu edirəm. Əsərlərini daim görə eşidək, sevinək. Bol uğurlar hamımız. Sağ olun. Sağ olun. Ve burada Natif. Sağ olun. Bizim son vaxt Natif Dilşan. Talış xalqının nümayəndəsi kimi. Çünki İdrətin bizim nəslimizin fəxridir. Nəslimizdə başqa şair yoxdur, yazıcı yoxdur. Həm də ki, İdrət Talış dilində yaradıcılığına məşğuldur. Talış dilinin, ümumilikdə Talış mədəniyyətinin qorunub saxlanmasında rolu çoxdur. Çünki bilirik ki, Talış dili itmək üzrə, deməzmi itmək üzrədir, amma ki, yaxşı vəziyyətdə deyil, yəni arzu olunan vəziyyətdə deyil. Bu dilin qorunub saxlanmasında şairlərin çox böyük rolu var, ən böyük yük də onların üzərinə düşür. Çünki onlar yaradıcılığında həm dili qoruyub saxlayırlar, həm də ki, orada bütün Talış mədəniyyəti, adət-ənənələri, hamısı o yaradıcılıqda əks olunur. Ona görə mən İdrəti təbrik edirəm, uğurların davamlı olsun və arzulayıram ki, sən yaradıcılığında Talış dilinə daha çox yer verəsən, nəinki Azərbaycan dilinə. Çünki Azərbaycan dilində yazanlar çoxdur. Amma yəni bizim hər Talış kimi hər birimizin ilk növbədə ən böyük borcu oldu ki, öz millətimizi, dilimizi qoruyub saxlayaq. İndi əslində internet əsridir. Burada çoxlu YouTube kanalları var, Zizəsevi var, Toluşi Sədo var, Kaspi var, İrada xanımın qəzeti var. Yəni bunlar hamısı əslində işin sevindirici tərəfi odur ki, biz ümidimizi itirmirik. Yəni Talış dilinə qorunub saxlanılması üçün imkanlar çox get-gedə genişlənir. Ədəbiyyat da bu yerdə xüsusi rol oynayır, ona görə mən hesab edirəm ki, İdrət inşallah ümumiyyətlə mədəniyyətində onun böyük rolu olacaq və Talış dilinin qorunub saxlanılmasına. Təbrik edirəm bu ağır işləsinə uğurlar arzulayıram. Gazetini təbrik edirəm, işdə bir təbrik edirəm. İşte Uğur'un Weber'ı ve sağdan Gıldabab'ın yok. Sana uğurlar. Uğurların bol olsun.